9. Xolesterolu azaldır. Xolesterol heyvan mənşəli qidalarda olan yağlı maddədir. Bu isə ürək-damar xəstəlikləri riskinin əsas faktorlarından biridir və qanda xolesterol miqdarını artırır. Zeytun yağı isə ziyanlı xolesterolu azaldır. 10. Həzmi asanlaşdırır. Zeytun yağı qəbul etmək yeməyin və mədə şirəsinin qida borusuna keçmə riskini azaldır. Zeytun yağı qidanın mədədə həzmini və bağırsaq tərəfindən sovrulmasını asanlaşdırır. Bununla yanaşı zeytun yağı qəbizliyi aradan qaldıran qidalardandır. 11. Dəriyə faydalıdır. Zeytun yağının tərkibindəki E vitamini və antioksidantlar nəmləndirici, qidalandırıcı və canlandırıcıdır. Dəriyə çox faydalıdır. 12. Mineralların sovrulması. Zeytun yağının tərkibindəki A, D, E və K vitaminləri kalsium, fosfor, maqnezium və sink kimi mineralların sovrulmasına yardım edir.